Əslində sülhlə bağlı ki, gündəm formalaşdırılırdı. Buna Azərbaycan və Ermənistan tərəfindən də pozitiv mesajlar gəldi. Amma xüsusilə də Birləşmiş Ştatların yüksək rütbəli məmurunun zəngi ərəfəsində ki, Azərbaycanla şərti sərhəddə Ermənistan tərəfi 3 dəfə atəşkəsi pozdular. Onun arxasındakı planlar artıq üzə çıxmağa başladı. Çünki Ermənistan tərəfi həqiqətən dediyi və elədiyi, gördüyü işlə, əməllərinlə bildirdiyi açıqlamaları arasında tamamilə ziddiyyət olduğunu da ortaya qoydu. Yəni müəyyən hesablamalar var. Təbii Birləşmiş Ştatların iqtisadi baxımdan Qafqaza qayıdışı müşahidə olunur. Əslində Trump dönəmində biz bunu müşahidə etməliydik. Bütün dünyada da ki, qazan-qazan prinsipinə dönsün dünya və bir an öncə savaşlar bitsin. Bu mənada başa düşüləndir Birləşmiş Ştatların yanaşmasını. Amma Ermənistan tərəfi məhz Birləşmiş Ştatların məsələyə münasibəti fonunda həm də prosesi şantaj elədiyini ortaya qoymuş oldu. Çünki birincisi, məhz bu zəng fonunda 3 dəfə bir gün ərzində atəşkəs pozulur. İkincisi, bu atəşkəsin pozulma coğrafiyası təxminən Ermənistan-Azərbaycan şərti sərhədinin xəritədən də baxanda cənub bölgəsinə düşür ki, biz bütövlükdə Zəngəzur dəhlizi üzərindən 4 ildir, 5 ildə apardığımız müzakirələrdə bu coğrafiyanın həssaslığını çox yaxşı bilirik və təxminən həmin bölgədən Ermənistanın hesablamaları ki, ola bilər yaxın gündəmdə, beynəlxalq qlobal gündəmdə İran və İsrail, ABŞ arasında qısa müddətli qarşıdurma baş versin. Bu qarşıdurma nəticəsində müəyyən hərbi əməliyyatlar olsun və təbii bu hərbi əməliyyatlar Ermənistana şərait yaratsın ki, o vəziyyətdən istifadə edib təzə aldığı silahları sınaqdan keçirsin. Həm cəbhə bölgəsində, həm yeni qurğular yerləşdirib, yeni silahlar gətirib, o cümlədən Hindistanın təzə kalibrli raketlərini bölgəyə gətiribdir. Bunun vasitəsindən müəyyən dərəcədə planlayır ki, bölgədə yeni savaş çıxsın. İndidən isə son sülh müqaviləsinə görə ki, 17 bəndlik müqavilənin son 2 bəndini də qəbul eləmişik fikrini tirajlamaqla ki, əslində biz qəbul edirik, qəbul eləməyən Azərbaycandır baxışını yürüdür və proses bizi ciddi bir qarşıdurmaya doğru aparır Ermənistan sayəsində.